İndi sənə deyir, rahatsan, amma çox vulqar giyinmişsən efirdə. Bilmirəm, efirlərə az çağırırlar, sənə dəvət edirlər deyə. Sinün demiyorlar, metri yarım bayırdadır. Və bu günləri bir dəqiqə... Öz geyimimdən rahatam, Tolik. Sevin, sən öz geyimdən rahat ola bilərsən, bura televiziyadır amma. Sən televiziyaya gələndə, mənim şəxsən efirmə belə gələ bilməsən, səni efirdən qaytararam dala, kimliyindən asılı olmayaraq. Çünki bu günləri İsa Şükürov Space televiziyasında elə verilişlərdən biridir ki, o həmişə səliqəli verilişləri ilə seçilən olduğuna görə bugün sənin bu vulqar geyimin İsa'nın əsəbinə toxunmaqdan başqa bu dəqiqə sosial şəbəkələrdə gündəm olub. Amma bu sənin üçün xeyirdir. Çünki sən ümumiyyətcə reklama gəlmişsən, düz eləmişsən. Müğənnilər reklama gəlir. Amma mən düşünürəm ki, efirlərin də bir-birindən fərqi var da. Misal üçün Space televiziyası aylar kanalıdır, 28 illik kanaldır, bütün ölkədə və dünyada göstərilir. Məncə sən günorta verilişi bu, yəni bu axşam verilişinə daha uyğun olardı. Çünki çox vulqardı geyimin. Sən rahat ola bilərsən. Yeni il havasında bir veriliş olduğu üçün. Sevinç. Tolik, sən də mənim dostumsan bilirsən. Mən sənə hər zaman iradlarını dinləyirəm, amma bu dəfə... Yox, mən sənə bir söz deyim. Yəni ki, şəxsən mənim efirmə belə gəlsəydin, mən səni efirə qoymazdım. Birincisi, sənin efirin Tolik səhər verilişidir, səhərlər olur. O efir başqadır, bu efir başqadır. Həm yeni il havasında bu veriliş. Çox vulqar, ya dar giyinmişsən onu, ya da çox pis və bu kruplu planla da göstərəndə səni sabahları İsa mənim qardaşımdır, bilirsən də. Mənim üçün maraqlı, mənim işlədiyim kanalın mövqeyi və İsa'nın mövqeyidir. Heç bir müğənni İsa'ya səhv deyə bilməz. Çünki İsa bugün bəzi müğənnilərin... Sayla onun arasında özəl mövzudur, mən ona qarışmıram. Yox, sənin ümumiyyətcə belə mövzular xoşuma gəlir. Keçən dəfə də mən gördüm, indi mən istəmirəm bəzi şeyləri açıqlayayım. Keçən dəfə bu kişilərlə bağlı müsahibə verdin. Bugün də bunu giyinməyinlə bir daha göstərdin ki, sevinç. Bax, bayaq deyirsən, mən sənin yerində olsam bu paltarlara bu qədər pul verməklə yaxşı mahnılar alıb, yaxşı klip çəkdirib... Niyə ki, bugünkü mahnılarım çox da gözəldir. Mən mahnılara çox... Bugünkü mahnım sənə gözəl ola bilər də. Tolik, mən estrada müğənnisiyəm. O qədər estrada müğənniləri geyinirlər. Heç geyimlərinə heç bir problem görmürsünüz. Adın çək, görürüm, adın çək. Bilirsən necədir? Mən bu günləri tək özüm geyinməmişəm. Bunu mənə modelyer geyindirib. Çox namodelyer, sən lüt gəzəcəksən. Yox, əslində... Sən proporsiyalara uyğun deyil axı bu. Tolik, mən deyərdim, biraz sakitləşəsən, yaxşı. Sevinç, mən sənə təqdim edirəm. Yəni, fikirləri bildirəndə də biraz başqa cür bildir, xahiş edirəm. Necə bildirim, Sevinç? Yəni, belə fikir bildirmirlər, belə tənqid də bildirmirlər. Biz 20 ilin dostuyuq. Yəni, fikir bildirmək istəyirsənsə, başqa cür bildirə bilərsən və yaxud verişdən sonra deyə bilərsən ki, Sevinç, bu yaxşı deyildi, bunu belə mən sənə gözəl görərdim. Amma mənim geyimimdə heç bir problem yoxdur. Mən də bilirsən ki, Tolik, qalmaqalı sevən insan deyiləm də, xahiş edirəm. Məni qalmaqalın içinə, söz-söhbətin içinə salmayın, xahiş edirəm. Özün mənim xasiyyətimi bilirsən. Mən hamınızı çox istəyirəm, çox sevirəm. Geyinmişəm, gəlmişəm, çıxanda deyərsən ki, Sevinç, o geyimi xoşuma. Mən bu geyimlə bütün hamının xoşuna gəlmək üçün çıxmamışam ki, bunu mən belə ürəyim istəyib. Yeni havasında geyinib gəlmişəm. Yəni, burada bir redaktör... Mən deməyəcəksən, açan, danışım açan yox. Sevinç, məncə yerli bilsin, yaxşı olur. Səninlə danışan Tolikdir. Hansı dünənki müğənnidir ya da Sevda o Kazımova deyil də, yəni ən azından. Mənim sənə irad, nəinki sənə ya, ağlından tutduğum müğənniləri irad bildirəcək qədər... Bəli, bildirə bilərsən, amma belə... Anladım, Tolik. Çox xahiş edirəm, İsa'dan da xahiş edirəm ki, İsa bayağı əsəbləşdi və İsa mənim üçün bilirsə ki, nə qədər əziz insandır. Hörmətin artıqdır. Çox istəyirəm ki, ben bilirəm ki, bugün bu çox belə olacaq və mən düşünürəm ki, nə bilim, özüm bildin nə edimi istəyirəm, uğurlar sənə. Təşəkkür edirəm, Tolik. Mən çox fəxr eləyirəm ki, mən geyimlərimlə tənqid olmuram, başqa əməllərimlə tənqid olunmuram. Çox sağ olun ki, mənə belə dəyər verirsiniz. İkiniz də mənim dostumsunuz, Tolik də mənim dostumdur. Düzdür, mən xoşlamıram dostlarımı insanlar içində belə tənqid eləməyə. Hər zaman xoşlayıram kənarda onlara sözümü deyim. Amma Tolikin o xasiyyəti var, xarakteri var, fikirlərinə böyük hörmət eləyirəm. Sənin də fikirlərimə böyük hörmət eləyirəm. Ona görə əkizlər burcu da onun ürəyində heç nə yoxdur. Mən onu çox istəyirəm, o da məni çox istəyir, bilirəm. Amma ona görə hər an bir xarakteri var. Dost dediyim adamlara, bax mən də əkizlər burcuyam, o xarakteri daşıyıram. Mən dost dediyim adamlara əksinə
biraz insan içində sözümü deyirəm ki, o ondan nəticə çıxar. Mən çox da rahatam. Biri var Tolik mənə təklikdə yığıb deyirsən, geyim bəzən haqqında buradan nəsə alır, deyir. buradan buraxır. Başqa o Adam qədər şeylər var ki, deyəndə insanlara o elə nəticə şeylər deyirlər ki, O istəməsə mən deməz. fəxr eləyirəm. Yo, mən istəyir, onu mən qəbul eləyirəm. Amma başqa cür desəydi, çox yenə də təşəkkür edirəm. Fikrinə görə və oturub sona qədər diqqətlə vaxtı gördü, mənim orada bir qədər emosional durumum oldu. Yenə deyirəm, buna səbəb Sevda xanımın göndərdiyi bir səs oldu. Yenə deyirəm, Sevda xanımla mənim aramda heç vaxt indiyənə kimi bir problem olmayıb. Əksinə, bura dəvət elədiyi hörmətlə, izzətlə, gözəl də veriliş keçdi. Necə sual verdim? Məsələn, dedim ki,